Dostlar, salam. Növbəti məntiq testimizi həll edək. 3 dairə plus 2 üçbucaq bərabərdir kvadrat. Kvadrat minus dairə bərabər 6 üçbucaq. Və biz verilmiş bu ilk iki sətrə əsasən tapmalıyıq ki, dairə plus kvadrat bölünmüş üçbucaq neçə bərabərdir? İlk öncə birinci tənliyə baxırıq ki, bu tənlikdə 3 dairə plus 2 üçbucaq kvadrata bərabər olunur. Və biz ikinci tənlikdə də kvadratı bərabər edə bilərik 6 üçbucaq plus dairəyə. Deməli, ikinci tənliyə əsasən kvadrat bərabərdir 6 üçbucaq plus dairə. Və biz görürük ki, birinci tənlikdə 3 dairə plus 2 üçbucaq kvadrata bərabərdir. İkinci tənliyə əsasən də aldıq ki, 6 üçbucaq plus dairə də kvadrata bərabərdir. Deməli, 3 dairə plus 2 üçbucaq bərabərdir 6 üçbucaq plus dairəyə. Çünki hər ikisi kvadrata bərabər olduğu üçün bunlar özləri də bir-birinə bərabərdir. Və biz bu tənliyi yazaq. 3 dairə plus 2 üçbucaq 3 dairə plus 2 üçbucaq bərabərdir 6 üçbucaq plus dairəyə. 6 üçbucaq plus dairəyə. Buradan da alırıq ki, dairələri bərabərliyin bir tərəfinə, üçbucaqları da digər tərəfinə keçirdək. Deməli, 3 dairə bərabərliyin sol tərəfində müsbətdir. Sağ tərəfindəki bir dairəni də bərabərliyin sol tərəfinə keçirdəcəyik. 3 dairə bu müsbət olduğuna görə bərabərliyin sol tərəfində mənfiləşəcək. 3 dairə minus dairə, bu da edir 2 dairə bərabərdir 6 üçbucaq müsbət 2 üçbucağı da bərabərliyin sağ tərəfinə keçirdəndə mənfiləşəcək. Deməli, 6 üçbucaq minus 2 üçbucaq bərabərdir 4 üçbucaq. Biz aldıq ki, dairə bərabərdir 2 dairə 4 üçbucağa bərabərsə, hər tərəfi 2-yə böləndə dairə bərabər olur 2 üçbucağa. Biz dairənin 2 üçbucağa bərabər olduğunu aldıq. İndi isə dairənin yerinə ikinci tənlikdə 2 üçbucaq yazaq. Dairənin yerinə 2 üçbucaq yazanda olur kvadrat minus dairənin yerinə 2 üçbucaq yazaq. Çünki dairə 2 üçbucağa bərabərdir. 2 üçbucaq bərabərdir 6 üçbucağa. Buradan da kvadrat bərabərdir 6 üçbucaq plus 2 üçbucaq edir 8 üçbucaq. Deməli, biz həm aldıq ki, dairə 2 üçbucağa bərabərdir. Kvadrat da 8 üçbucağa bərabərdir. Və biz üçüncü, yəni dairə plus kvadrat bölünmüş üçbucaqda dairənin yerinə 2 üçbucaq yazırıq. Kvadratın da yerinə 8 üçbucaq yazırıq. Və gördüyümüz kimi bir dəyişəndən, yəni bir fiqurdan ibarət tənlik almış oluruq. Deməli, dairənin yerinə mötərizəni açırıq. Dairənin yerinə 2 üçbucaq yazırıq. 2 üçbucaq plus kvadratın yerinə 8 üçbucaq. 8 üçbucaq bölünmüş üçbucağa bərabərdir. 2 üçbucağın üzərinə 8 üçbucaq gələndə 10 üçbucaq edir. 10 üçbucaq bölünmüş üçbucağa. Burada da üçbucaqlar ixtisar gedir, 10 qalır. Deməli, 10 üçbucağı da üçbucağa böləndə 10 edir. 10 da D variantına uyğun gəlir. Dostlar, testlə bağlı suallarınız olarsa, yorumlarda yazın, tezcə cavablandıracağım. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.